Salam, hər vaxtınız xeyir olsun. Bugün çox ləzzətli borşun hazırlanmasını bölüşürəm. Yemək üçün öncə bilyon hazırlayıram. Ətdən ayırdığım sümükləri qazana yerləşdirib qoyuram qaynara düşsün. Qaynara düşdükdən sonra üzərinin kəfini təmizləyirəm. Qapaqla ağzını örtüb 4-5 saat qaynadıram. Bilyon artıq hazırdır. Sümükləri sudan çıxardıram. Digər ərzaqları hazırlayıram. 1 ədəd soğanı xırda doğrayıram. Tavaya kərə yağı əlavə edirəm. Soğanı yağda qovururam. Soğan qovrulana qədər kələm və yer kökünü hazırlayıram. Kələmi 2 yerə bölüb nazik doğrayıram. Kələmi doğradım. 1 ədəd də yer kökü rəndədən keçirdirəm. Soğanın da rəngi dəyişənə qədər qızartdım. Üzərinə 1 xörək qaşığı biberli pomidorlu sos, 1 xörək qaşığı da adi tomat əlavə edib 1-2 dəqiqə bunları qovururam. Üzərinə də kələm və yer kökünü əlavə edirəm. Yeməyin duzunu kələmin üzərinə əlavə edirəm. Duz tərəvəzləri tez yumşaldığı üçün yer kökü ilə kələmin üzərinə əlavə edib qovururam ki, tərəvəzlər tez yumşalsın. Kələmlə yer kökünü də bir gözəl qovururam. Bunlar artıq qovruldu, tam suyu çəkilib hazırdır. Hazırladığım ət bilyonunu üzərinə əlavə edirəm. Yemək üçün kartof doğrayıram. Kartofu da yeməyə əlavə edirəm. Üzərinə dəfnə yarpağı və acı biber qurusu əlavə edib qapaqla ağzını örtüb bunları tam bişirirəm. Öncədən bişirdiyim sümüyün üzərindən əti ayırıram. Bunu da yeməyə əlavə edəcəm ən sonunda. Çuğundur rəndədən keçirdirəm. Tavaya bitki yağı əlavə edib çuğunduru yağda 4-5 dəqiqə qovururam. Çuğunduru 4-5 dəqiqə qovurduqdan sonra üzərinə 1 xörək qaşığı sirkə əlavə edirəm. Su da əlavə edib qoyuram çuğundur bişsin. Sirkəni ona görə əlavə edirəm ki, çuğundurun rəngi qırmızı qalsın. Çuğundurun suyu tam çəkilib, bişdi artıq hazırdır. Yemək tam bişdikdən sonra üzərinə çuğunduru əlavə edirəm. Sümükdən ayırdığım əti də əlavə edirəm. Qoyuram, yemək qaynara düşsün. Yemək qaynara düşdükdən sonra üzərinə də göyərti əlavə edib ocağın altını söndürürəm və artıq yemək hazırdır. Çox ləzzətli borş alındı. Siz necə hazırlayırsınız? Fikirlərinizi bölüşsəniz çox şad olaram.